Rəhman və Rəhim olan Allahın adıyla salam, xoş gördük əziz müsəlmanlar. Allah oruc namazlarınızı qəbul etsin. Bugünkü ayəmiz Quran-ı Kərimin Ərəf surəsinin 156-cı ayəsidir. Mütəal olan Allah Ərəf surəsinin 156-cı ayəsinin bir hissəsində bu cürünə buyurur. Mənim rəhmətim hər şeyi əhatə etmişdir. Əziz müsəlmanlar, biz bilirik ki, Allahın rəhməti böyükdür. Amma nə qədər böyükdür Allahın rəhməti? Biz bəzi vaxtlarda günahlarımızdan utanırıq. Biz bəzi vaxtlarda günahlarımıza görə məyusluq hissi keçirdirik, məyus oluruq. Biz bəzi vaxtlarda elə bilirik ki, bizim günahlarımız bağışlanmayacaq. Amma biz bilməliyik ki, Allah buyurur, mənim rəhmətim hər bir şeyi əhatə edib. Yəni, mənim rəhmətim hər bir şeyin üstünü örtüb, əhatəlidir. Yəni, sənin günahın nə qədər də böyük olsa, sənin xətaların nə qədər də böyük olmuş olsa, mənim rəhmətim ondan daha da artıqdır. Biz hədislərimizə baxanda, hədislərimizdə görürük Allahın rəhmətini ki, bizlər üçün necə vəsf ediblər. Həm bu dünyada olan rəhmətini, həm axirət günü üçün olan rəhmətini. Məsələn, hədislərimizdə var, Həzrəti Rasulullah sallallahu aleyhi və səlləm buyurur, Allah 100 rəhmət yaradıb. Onlardan biri bu dünyadadır ki, öz bəndələrin arasında qoyub. 99-unu saxlayıb qiyamətin gününə. Və yaxud da, məsələn, bizim hədislərimizdə var ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, mütləq ona güvənərdiniz. Baxın, Peyğəmbərimiz nə buyurur? Yəni, Allahın rəhmətinin ölçüsünü biz bilmirik axı. Bilmədiyimizə görə bəzi vaxtlarda, Allaha pənah aparım bu sözdən, bəzi vaxtlarda biz sanki elə hərəkət edirik ki, biz güvənsizlik nümayiş etdiririk. Biz sanki güvənmirik. Amma yox, bilin ki, Allah bağışlayandır. Allah günahları əfv eləyəndir. İmam Sadiq əleyhissalamdan bir hədis var. İmam Sadiq əleyhissalam buyurur ki, Allahın rəhməti qəzəbindən həmişə öndədir. Qəzəb arxa plandadır. Allah bir bəhanə axtarır. Allah bir bəhanə istəyir ki, bəndəsini əfv eləsin, bəndəsini öz rəhmətinə qərq eləsin. Bu Ramazan mübarək özü rəhmət ayıdır. Ramazan mübarək özü məğfirət ayıdır. Bu ayda özümüzü bağışlatdıraq, Allahın rəhmətinə qovuşaq, Allahın rəhmətindən ayrı qalmayaq. Allah bizləri müvəffəq eləsin ki, bizlər bu ayın həm rəhmətindən, həm məğfirətindən, həm bərəkətindən istifadə etməyi bacaraq. Sağ olun, Allahın amanında qalın.